Sevgisiz bir ömrün ne mənası var? Könlümün könlünden təmənnası var. Dünyanın harasında yaşasalar da qəlbi vətənlə döyünən insanlar var. Onlar təkcə vətən sevgisini deyil, onun mədəniyyətini də yaşadırlar. Bu dəfə yolumuz Amerika Birləşmiş Ştatlarına uzanır. Müsahibimiz Bəhruz Fərruxi uzun illərdir burada yaşayır. Musiqiyə böyük sevgisi olsa da, bu sahədə peşəkar təhsil almaq arzusu ürəyində qalıb. Əgər mən özüm istəsəm Bakıdakı musiqiçilərlə müqayisə edəyəm, mənim savadım çox azdır. Mən o zaman bunu bildim ki, mən Amerikada getdim Musiqi Universitetinə və orada bildim ki, çox az bilirəm. Bəlkə belə demək olar ki, o həddə ki, burada xoşbəxtçılıqdan bizim bu Bakıda bizim uşaqlara birinci məktəbdən musiqi dərsi də keçirilir, ya ən azı birinci sinifdən. Mənim arzum bu il ki, Bakıda gələn konservatuvar bitirəm. O da ki, olmadı. Yəni, həyat demək olar ki, eniş yoxquşları olur, insanın hərdən istəklərinə yetirə bilir, hərdən yetirə bilmir. Sonra mən başladım muğam klaslarına getməyə. O klas da haradaydı? Qarajda. Siz bunu düşünün ki, bir millətin musiqiçisi qarajda və dəmirçi dükanında öyrədilirdi. Mən birinci dəfə orada Həsən ağa ilə tanış oldum və beləliklə mən başladım yavaş-yavaş muğamları öyrəşmələr, mahnıların sayısı artırdı, Azərbaycan mahnıların. Və sonra Lütfiyar İmanovun kaseti ilə də mən Azərbaycan operası ilə tanış oldum. Hətta mənim yadımda bacılamın birinin toyunda mən Koroğlu ariyasını oxudum. Bəhruz Fərruxi üçün musiqi peşədən çox kimlik məsələsidir. O səhnəyə milli musiqimizin ruhunu yaşatmaq üçün çıxır. ABŞ-də müxtəlif şəhərlərdə çıxış etsə də, o bu sənəti Azərbaycanda tam mənası ilə dərk etdiyini deyir. İndi isə doğma şəhərinə dönərək bir zamanlar əlçatmaz görünən arzularına yaxınlaşmağa çalışır. Təəssüflə Amerikada musiqimizin istəkçisi çox azdır. New Yorkda musiqi qrupu var, amma mən yaşadığım yerdə Virginiyada bizim musiqiçimiz çox azdır. Bu baxımdan da bizim musiqimizin özü təbliğatı gedilmir. İstəyəni azdır. Ancaq mən Amerikada bir dəfə 2000-də və bir dəfə də 2002-də Los Angelesdə konsertim olubdur. Amma son illərdə mən əsasən Kanadada çox konsertim olubdur. Orada Toronto şəhərində çox güclü bir Təbriz ansamblı var ki, quzeyli, güneyli musiqiçilər, professional musiqiçilər, onlar bir yerə toplaşıblar və 2018-də bizim çox gözəl bir konsertimiz oldu. Mən çox Azərbaycan musiqisini demək olar ki, ifa edirdim. Mən bir-iki dəfə də dedilər mənə İtaliyanın, Ariyalanın ifa eləyim. O da sadəcə birdən olurdu. Amma mən çox Azərbaycan musiqisini üstünlük ona verirdim. Bütün konsertlərimdə öz ana dilimizdə, öz musiqimizi tanıtdırmağa və onu ifa etməyə çalışırdım. Uzaqda yaşasa da Bəhruz Fərruxi üçün Azərbaycan musiqisi nə keçmişdə qalan bir xatirə, nə də yalnız səhnə üçün səslənən melodiya olub. Bu musiqi onun yaddaşında, ruhunda və gündəlik həyatındadır. Bəzən bir xalqın mədəniyyətini qorumaq səhnəyə çıxmaqdan daha artıq cəsarət tələb edir. Bəhruz isə bu cəsarəti milli musiqimizə sadiqliyi ilə göstərir. Zemfira Rəcəb, Azər Nağıyev. Aç mənə eşqini, aç varaq, varaq, sevgilim əl-ələ, bir ömür quraq. Sevgilim əl-ələ, bir ömür quraq. Ömrümün ən gözəl dəqiqələri, baxtımın günəş
güneşli ümit səhəri